Hər vaxtınız xeyir olsun uşaqlar. Deməli biz bu gün bucağın 5-ci bölməsinin izahını verəcəyik. 5-ci bölməsi bərabər yanlı və bərabər tərəfli üç bucaqlardır. İlk sualdan başlayaq. Bərabər yanlı üç bucaqda oturacağa çəkilmiş median oturacaqdan deyir 2 dəfə kiçik olarsa. Bərabər yanlı üç bucaqdır. Oturacağa çəkilmiş median. İki bir kişi olsa oturacaq bir şey bucağı tapın. Uşaqlar bu bura bax. Median oturacaqdan 2 dəfə kiçikdirsə, bu buna baxın bir dənə. Deməli bu düz bucaqlı üç bucaqdır bu. Bu düz bucaqlı üç bucaqda ancaq hipotenuz çəkilmiş median hipotenuzun yarısına bərabər olur və otuzağa biçmiş bucaq istəyir tapaq da. 45 olmayacaqmı? 45 bu, 45 də bu. Eyni zamanda bax bunlar da bir-birinə nə olacaq? Bərabər olmuş olacaq. Bu belə olmuş olacaq. Sonra bizə deyir ki, üçüncü sual təşkillərə baxacağıq. Oturacağı AB olan bərabər yanlı ABD uçağının BC tərəfi üzərində D nöqtəsi götürülmüşdür. Evet, seçeneği testiz göstereyim. Biz burada D nöqtəsi götürülmüşdür. A, C, B. Deməli bizə nə verib? Oturacağı AB'nin bərabər yanlı ABC üçbucağın BC tərəfi üzərində D nöqtəsi götürülmüşdür. C, A, D 30 dərəcə, B, A, D 13 dərəcə. Orası C bucağı da boy. Deməli oturacağı AB'dir. Oturacağı AB isə, bura 43-dür. Bizim buramız da 43-dür. Bizdən C bucağını istəyirsə əgər, niye bu soru çok maraqlı? 86 dərəcədir. 43 bu, 43 bu. 86. Bu da 94 dərəcə olar ki, cəmi nə qədər versin? Cəmi 180 dərəcə vermiş olsun. 5-ci sualda, bu da həm tənbölən, həm deyəsən medianla səhv eləməsən 5-ci sualdakı. Deməli bu nə verib bizə? Buna bu bərabərdir. AB BC'ye bərabər edir. Tamam. AB BC. Aha, AC oturacaq deməli. AC'miz oturacaqdır. Burada D'dir, burada B'dir. AC'miz 2'dir, oturacağımız 2'dir. BD ile DC'ye bərabərdir. AB de BC oturacaqdır. AD tənböləndir, BD'yi tapın. Tapmaq asan çətin deyil. Müəllim, bura x isə burada x-dir. Onda bizim buramız 2x'dir. Göşək. Müəllim, tənbölən olduğuna görə, məsələn bərabər yanlıdır da, tənbölən olduğuna görə, bax BD'ni tapın deyirsə bizə. X'imiz 1'dir. 1. Cavab A variantı o zaman. Niyə? 1 o bilməli ki, həm median, həm tənbölən olduğu üçün, həm də hündürlükdür. Bərabər yanlıdır. Yəni 2-dirsə burada 2 olmalıdır. Bərabər yanlı belədir. Düz mü dedim, düz dedim. Bəli. Həm də ki x'imiz 1 olsa bərabər yanlı olacaq da düzdür. Ona görə bu x'imiz də 1'dir. Mənim başqa necə ola bilər? Başqa bu cür. 2x'in x'ə nisbəti 2'nin x'ə nisbətinə bərabərdir. Deməli x'imiz də ancaq və ancaq 1 olanda bu şərt ödəyir. Cavab A variantı olmuş olacaq. 7-ci sualda görə bizə nə deyir? Belə bir şey verib, belə bir şey verib. AB'miz 6'dır. Tamam, çəkdik. BD şüası KBC'nin tənbölənidir. KBC'nin tənbölənidir. Alfadırsa alfadır yazdıq. Yəni, nə istəyir? BC'ni istəmiş olacaq. Paralel şərti var mı? Ha, BD, AC paralel. Bəli. Alfadırsa burada alfadır. Qəşəng. Müəllim, onda məcburən burada alfa. Deyirəm, niyə bəs burada alfa olsun ki? Deyir, müəllim, 3 bucağın xarici bucağı 2 alfadda, özünə qonşu olmayan 2 daxili bucağın cəminə bərabərdir. Və bildiniz də bura alfa olduğu üçün harada 2 bucaqla paralel şərti var axı. Harada 2 bucaq var, birinə bərabər olmuş olur. Oraya bərabər yanlı 3 bucaqdır və bu da 6-6 olmuş olacaqdır. İyi variantı. Bərabər tərəfli 3 bucağın tənböləni, bərabər tərəfli 3 bucağın tənböləni uzunluğu 20 cm-dir. Bərabər tərəfli tənbölən uzunluğu 21'dir. O asan deyil. Bax, nə istəyir bizdən? Tərəfin uzunluğu tapın. A kökdə 3 böl 2 bərabərdir. Elə. Biz bilirik ki, bərabər tərəfli uçaqda hamısı birbirine bərabərdir. A kökdə 3 böl 2 üstünə hesablanır. 21 kökdə 3 böl 2 olur. Nə səhv eləmədik ki, A kökdə 3 böl 2, daha doğrusu üzr istəyirəm. Tərəfi şey verib. Bizə tənböləni 21 veribsə, bunu 21'e bərabər eləyək. A kökdə 3 çarpaz vuraq 42'ye bərabərdir. Deməli 14 kökdə 3 D variantı. 11-ci sualda bərabər yanlı 3 bucağın təpəsindən çəkilən hündürlük. Bərabər yanlı 3 bucağın təpəsindən çəkilən hündürlük. Baba. Hündürlük 25 cm-dir. Qəşəng. Yan tərəfə çəkilən median oturacağı ilə oturacaq bucağı əməl etdirir. Müəllim, bu bərabər yanlıdır.
Tamam. Bu da medianımızdır. Bu da mediandır kardeş. Bu mediandır. Ve bize diyor ki bu 30 derecedir. Bura 30 derece otomatik bura 60 derece olmuş olur. Qəşəng. Ve siz bilirsiniz onun uzunluğunu tapın. Evet, tamam getdi görək. Buradan eləyə bilərik. Əslində müxtəlif yollarla gedə bilərik, amma görək də yalnız medianı oturacaq ilə sözümü gətirdiyini bilərək oturacaq onun uzunluğunu tapın deyir. Deməli hər ikisi mediandır. Bunlar mediandır. Bura %20 dərəcədir, %100 və nə deyə bilərik? Başqa cür nə deyə bilərik? Bura x-dir, bura 2x-dir. Onda burada bərabər tərəfli olduğunu isbat edirəm sizə. Deməli, medianlardır. Medianlar çıxdığı təpədən başlayaraq 2/1 nisbətində bölünür. X 2x. Məcburən burada 2x olur 30'un qabağına dayandığına görə. Bu qəşəng. Sonra onda burada x olur. Aha. Deməli 30'a seçilmişlə yan tərəf seçilmiş birbirine bərabərdirsə medianlar. Deməli bu bərabər tərəfli üçbucaqmış da qardaş. Bərabər tərəfli üçbucaq imiş. Bu da elə 25 olmuş olacaq. Şimdi medianın uzunluğu bilərək onun uzunluğunu tapın. Yəni medianın uzunluğu istəyir 25 cm. Bərabər tərəfli üçbucaqda medianlar, tənbölənlər, hündürlüklər üçü də bir-birinə deyir bərabərdir. Doğru getdi. 11 də getdi. 13 oturacağı BC olan, oturacağı BC olan AB bərabər yanına AB tutacağında AB tərəfini Y nöqtəsi kəsən, AB tərəfini Y nöqtəsi kəsən CY düz xətti çəkilmişdir. Çəkək. CY. Tamam, nə deyir onu eləyirəm. ACY 18. Bura 18. Özü bərabər yanı da. Və CY BC'yə bərabərdir. CY BC'yə. Aha, bunlar da bərabərdir. CY ilə BC bərabərdir. Bura alfadırsa bizim buramızda alfadır. Onda buramız alfa çıx 18'dir. Niyə müəllim? Çünki bərabər yanlıdır. Bunu toplayanda alfa verirmi? Bəli. Bildik. Sonra nə istəyir bizdən? ABC bucağını istəyir, alfanı istəyir. Müəllim, alfa minus 18. 3'ünün cəmi 3 alfa çıx 18 bərabərdir 180'ə. Alfa da bərabərdir 66 dərəcə. Doğru getdi. A tanıdığımız A variantı. 15-ci sualda oturacağı AC olan oturacağı AC B da D olan bərabər bucağının adi tənbölənə çəkilmişdir. Adi tənböləndir ya. Diqqətli olun, tənböləndir. Bucaq C 72'dir. Bərabər yanlı verib yerində. Bəli, bir yerində bərabər yanlı verib. Oturacağı da AC-dir. Demək 72-dirsə burada 36 olmayacaqmı? Çünki məcburəm A-la C birbirinin bərabərdir axı. Sonra AD ilə BD-nin cəmi. Baba. Bax göstərə deyirəm. Onda burada 72'dir. Niyə? Sonra daxil bucaqların cəmi nə qədər verməlidir? 180 verməlidir. Bu. Bundan bu bərabərdir bir-birinə. Bərabərdir bir-birinə. Bir də AC-nin də 8 verir. Bura 8 isə bizim buramızda AD-miz 8-dir və eyni zamanda buramız 108 olduğuna görə buramızda 36 olmuş olacaq. Gördünüz, fikir verirsiniz bucaqlara. Demək onda burada 8'dir bərabər yanlış olduğu üçün. AD ilə də BD-nin cəminə verdi 16A variantı. Burada biraz diqqətli olsanız əslində hər şeyi yaza bilərsiniz. Yəni bucaqlarda biraz diqqətli olmağınız bəs edir. Buradan KC-ni çəkdik. Buradan da bir şey çəkdik. Deməli, bura K'dır, bura C'dir, A'dır, D'dir, B'dir. AK BK'ya bərabərdir. O da AK ilə BK bərabərdir. Bu da deyir ki, BC'yə bərabərdir. Qəşəng, bunlar bərabərdir. KD ilə də DC bərabərdir. Deməli. Gör nə qəşəng şeylərdir. Bax bu. Bununla da bu bərabərdir. Tamam. Deməli, BD mediandır. Eyni zamanda tənböləndir, eyni zamanda hündürlükdür. Niyə müəllim? Çünki bərabər yanlı üçbucaqdır. Orada diqqətli olmaq lazımdır. KAB 50'dir. Bura 50'dir. Bura 50'dirsə, deməli, hər biri 25 bölünüb. Çünki A ilə B bucağı ilə bərabərdir. Özü şərt verib AK KB'yə bərabər olduğunu. Özü şərt verib vallahi billahi getdik. Sonra bizə deyir ki, nə istəyir bizdən? DB yanı istəyir. DB boy. DB yanı 25 dərəcə. Bu sol çətin sol deyil ki, elə özü çıxdı da bərabər yanlı oldu. Bu niyə bir sol belə veriblər görürsən? Bərabər yanlı üç bucaq deyil ki o. Bir də bax, bəlkə çaşdırıcı bir şey veriblər.
K, A, B 50 dərəcə. Tamam. A, K ilə də B, K bərabər olduğu üçün deməli A bucağı ilə B bucağı bərabərdir. Və B-də həm də tənbələndir. Bəli, bərabər yanlı üç bucaq olduğuna görə bərabər yanlı üç ortada çəkmiş median hündürlük tənbələn üstə birinə bərabərdir. Tənbələn olduğunu gördük. Yəni B-də həm də tənbələndir. Və 50 ilə 25 deyə böldük. Bizdən də o bucağı soruşmuş. Dur. ABC üç bucağının bu C'dir. Bu B, bu A. Bucaq B'ni verib 80. ADC 100. ADC bura 100. Onda burada 80. Qəşəng. Onda bura 20 dərəcə. Yaxşı. AD ilə də DC bərabərdir. AD DC bərabərdirsə tap. Onda burada olur 40 40. Cəmi istəsən verməlidir. Qəşəng. Birinə bütün bucaqları tapdı. Nə istəyirdi? ACB. ACB. Bütün bucağı istəyir. 60 dərəcə cavab E variantı. ACB bu bucağı bütün soruşur. Sonra gedək 21-ə. Bərabər tərəf. Bərabər yanlı bərabər tərəf bucaqda vəziyyətdən çıxmaq olur uşaqlar. Ən əsası orada bucaqlara fikir verəndə vəziyyətdən çıxmaq olur. M. Bərabər tərəfli ABC 3 bucağında CA'nin 25. Bura 25 ise avtomatik bura 35 olmalıdır. Hər bir bucaq 60 dərəcə olur. Başı. CBM 40. CBM bura 40. Bura 40 ise bura 20. 55. Burada olur 125. Tutar getdi. Bütün bucaqları yazdık. Qardaş nə istəyirsən? N D B'ni istəyir. 125 ise burada 55. Gördü getdi. Bərabər tərəfi 3 saatda. Bərabər tərəfi də hər şey asan gelir. Əslində elə və bu da onun kimi deyir. Əslində onu bərabər yanlı veriblər. İndi ona baxaq. Deməli, bizə nələri veriblər? Qoy çəkək, tez-tez göstərək. Deməli, AC BC bərabərdir. AC BC bərabər yanlıdır da o heç. Bucaq C-ni 50 verib. Bucaq C 50-dir. Bucaq C-miz. Bax, buramız 50-dir. CAN də 20-dir. CAN də 20-dir. Burada 20-dir. Onda buramız 110 dərəcədir. Onda buramız 70 dərəcədir. Bunları bildik. CA'nin 20'dir. CBM de 40'tır. CBM de burada 40'tır. Daha tapdık daha hamısını. 110. Onda burada 70'dir. Cəmi 180 verməliyik. Onda burada 110'dur. Qaşığı hələ ki yaxşı gedirik. N, D, B-ni istəyir. 23'də də 23'ə baxırdıq. Biz nəyə baxırdıq? 23'ə. Səhv qeyd eləməsək bucaqları 50, 20 hamısını qeyd elədik. Tamam. Qeyd eləmiş hamısını. 23'də də N, D, B-ni istəyir 70 dərəcə. Bu bizdən bunu istəyirmişdi. 70 dərəcə qutarı getdi. 25'də bir bucağı 120 dərəcə oturacağın bir bucağı 120 dərəcə. Deməli bura 120 dərəcə təpə bucağı 120 dərəcə. Bərabər yanlı 3 bucağın oturacağındakı bucağın tənböləni 13/2 olarsa oturacağındakı bucağının tənböləni oturacağı uzunluğunu tapın. Bura A'dır, bura A'dır, burada A kökdə 3'dür. Bilirik də 120 bərabər yanlı 3 bucaq qaydasını bilirik də. Və deyir ki, tənböləni də nə verib bizə? Tənböləni 13 kökdə 2 verib. Bax bunu 12 kökdə 2 verib uşaqlar. Tənböləni. Tamam, görüyorsunuz görək bizə. Bura 45'dir 100%. Bax bura 45 dərəcədir. Bura 15-15 bölür də. Mən bax bura 15-15 böləcək. Oturacağının uzunluğunu istəyir bizdən. 135. Biraz 30. Deməli, indi biz burada nəyi axtarmalıyıq? Qoy baxın. Təmin 12/2 olursa oturacağımız uzunluğu, oturacağımız uzunluğu təmin 12/2 olursa oturacağımız uzunluğu tap. 12/2. 12/2. Biz burada müxtəlif yollarla tapa bilərik əslində bunu. Görə biz ən sərfəli yolu necə fikirləşə bilərik? 2 oturacağımız uzunluğu tapın. Tapdıq. Deyəsən tapdıq. Deyə bilirik də. Bura 2A deyək. Bərabər yanlıqdır amma onu bilmirik də. Tamam da tamam. Yox, elə A olsun. Onda belə yazıram. Bura X deyirəm. Bura A minus X deyirəm. Tənbələn bölürək tərəfləri də. Bərabər yanlıqdır.
Və biz nə edə bilərik? Onda belə çıxır ki, birinci biz yaza bilərik əslində A-nın x olan nisbəti yox, belə getməz. Bu yol bizə sərf eləməz, heç sərf eləməz özü daha. Tərəfimiz at. Bir dəqiqə. Görün maraqlı yol fikirləşim, bir dənə test edin, maraqlı yol fikirləşim deyirəm. Burada 13-2 verib. Əslində el bərabərdir kök altında mn çıxılsın bs düsturumuz var. Sadəcə olaraq o düsturun burada yeri varmı? Əslində var. Mn çıxılsın, amma əslində ab mn çıxılsın bs. Yəni a kvadrat kökdə 3 çıxılsın. Yox, o bizə sərf eləməz. Çox sərf eləməz o bizə. O burada sinusun gedəcək düsturda xoşlamıram da. Sinusun gedəcəksə onu da nə edirəm? Bu sinusa teoremini fikirləşirəm 25-i, o da mənim xoşuma gəlmir. Tam deyim də ehtimal. Uşaqlar, biz nə kimi yaza bilərik burada? Yaza bilərik ki, 12 kökdə 2-nin, bax bunun sinus 120 olan nisbəti, sinus 120 demək, sinus 60 deməkdir. Yəni kökdə 3 böl 2 olan nisbəti, 12 kökdə 2-nin kökdə 3 böl 2 olan nisbəti bərabərdir. Sinus A-nın kök altda 2 böl 2 olan nisbətinə bərabərdir. A-nın kök altda 2 böl 2 olan nisbəti. Ucardı getdi. Buradan biz A-nı tapa bilərik mi? Buradan rahat biz tərəfi tapaq. Qardaş, tərəfi tapaq. Deməli belə olur bu. Çarpaz vuranda. Buradan yazıram. 24 kökdə 2 bölünsün. Bu sinus terimdir uşaqlar. Bölünsün kökdə 3. 2a bölünsün kökdə 2-yə. Deməli çarpaz vuranda 48 bərabərdir 2 kökdə 3a-ya. A da bərabərdir 8 kökdə 3-ə. A-nı tapdıq 8 kökdə 3. A oturacağı istəyirsə bizdən. Çalışmada oturacağımız da 24 kökdə 8 kökdə 3'ü 24 olmuş olacaq cavab. Amma bu sualın burada yeri yoxdur. Çünki sinus teoreminə aid sual burası alırlar. Çox mənasız şəkildə. Bunu elə şeydə verir də. Yəni yox, sinus teoremində verir. Niyə burada verirsən ki? Deməli, bunlar bərabər yanlıdır. ABC üçbucağında. AB bərabərdir AC. O da ödür B'yə. Tamam. Bu B'dir, bu da B'dir. BC bərabərdir A'ya. BK'mız A minus B'dir. BAK yok 30 derecedir. Bura 30 derecedir. Onda bizim getdik görək nəyimiz var. Bax. BS'miz də A'dır. BS'miz ümumi A'dır. Mən bura onda B yazdım ki, bax BS'miz A'dır. Aşağı 20 sola baxırıq. Toplayanda A verir, vermir? Verir. İndi BAK'da 30 derecedir yazdık da. BAK'da 30 derecedir. Bunu da yazdık. Qəşəng. Geçsin. Yavaş-yavaş gedək. Nə istəyir bizdən? BSA bucağın dərəcəsinin. BSA. Ha, bu bucağı istəyir bizdən. Bura alfadırsa, bizim buramızda alfadır. Buramız betadırsa, bizim buramızda betadır. Düzdür? Düzdür. Müxtəlif cür yollarını yaza bilərik. Bizə burada məsələn 180 çıx alfa yaza bilərəm. Yaza bilərəm çünki alfa ilə 180 çıx alfanın cəmi 180 verə bilər. Bir yaza bilərəm. Bax bu üç bucaq üçün yaza bilərəm. Bax bu üç bucaq üçün yaza bilərəm. İki alfa plus beta bərabərdir 180'ə yaza bilərəm. Bir də beta bu üç üçün yaza bilərəm ki, beta 180 çıx alfa, bax deməli beta çıx alfa, 180 atacağım o tərəfə. Üstə gələk 30 bərabərdir 0'a. Mənim 0'dan gəldi. Bax bu 180 sağa atanda 180 bir aparır axı. Daha çox yer aparması da elə yazıram. Bax bunu götürürəm, bax bunu bir də yazıram. Yazıram ki 2 alfa plus beta bərabərdir 180'ə. Bir də alfa minus beta yerlərini dəyişirəm. 30'u o tərəfə rahat atıram. Olur 30. Bax yerlərini dəyişdim.
Daha göydə tutacaqsınız. Nə demək istədim? 3 alfa bərabərdir 210-a. Alfamız olur 70. Alfa 70 olanda betada 70, 140, betada olur 40 dərəcə. Bizə nə istəyir? Hansı bucaq istəyir? C bucağı sizə 40 dərəcə olmuş olacaq. Cavab 40 dərəcə. Çox qəşəng sualdır. Biraz ama diqqət tələb edən sual tiplərindəndir. Sonra bu test çoxdur mu test? Ha, çox deyil ki, qurtardıq bölməni. Sonra bərabər yanlı ABC 3 bucağında. Bərabər yanlı ABC 3 bucağında. AC oturacağının uzunluğu 16'ya bərabərdir. Medianların kəsmə nöqtəsindən medianların kəsmə nöqtəsindən AC'yə qədər məsafə 2'ye bərabərdir. ABC üçgenin perimetri tapdır. O da burada 4'tü. Tamam, burada da bildiği. AC burası 8'di, burası 8'di. Tamam. Görək düz mü deyəcəyik yoxsa yox. İndi bunu fikirləşək. Görək bu düz mü deyirik yoxsa yox. Deməli biz 8 niyə böldük? Medianı yarıya bölür. ABC üçgenin perimetrini istəyir bizə. Çok şimdi burada 10, burada 10 verəcək. Niyə? Çünki bərabər yanlı üç bucaqda median həm də hündürlük deyildimi? Bəli. 2 isə median çıxdığı təpədən başlayaraq 2 bölünsün 1 nisbətinə bölünmürdümü? Bəli, bölünürdü. Sonra orada da 8, 6 olanda Pifagor ədədlərinə görə bura 10 olurdu mu? Bəli, olurdu. 10, 10, 20, bu da 16. 36 santimetr olmuş olacaq. Bu getdi. A, B, M, N. Buranın bizə 43 dərəcə verir. AB tərəfi üzərində M və N nöqtələri qeyd olunmuşdur. M və N nöqtələri qeyd olunmuşdur. Tamam. AN NC-yə bərabərdir. AN işarətləyirəm. NC-yə bərabərdir. Bax, bura bərabərdir. Bax, diqqətlə baxın ha. AN NC-yə bərabərdir. Bura AN-lə AN-lə NC bərabərdirsə, uşaqlar. Deməli, bura alfadırsa, burada alfa çıx 42'dir. Müəllim, niyə? Toplayana nə versin deyə? Alfa versin deyə. Qəşəng. Hələ ki, yaxşı gedik. Sonra bir dənə bir şey var. BM də bu rənglə rəngləyək. Bax, BM-lə də MC bərabərdir. İndi burada baxın. MC, deməli bura beta yazsam, bura beta çıx 42'dir ki, toplayanda beta şey versin. Betanı vermiş olsun. Qəşəng. Və ACB bucağın dərəcəsini ACB bucağını, yəni C bucağın B bucağını bütöv istəyir. Əslini yaza bilərikmi? Bəli, yaza bilərik. Bərabər yanlış bucaqlar veribmi? Verib. Deməli. Uşaqlar, mən belə bir şey yazıram. Bu alfadır. Bu alfa çıx 42'dir. 2 alfa çıx 42 üzərinə. Bu da 180 çıx beta olar olmaz. 180 çıx beta bərabərdir 180'ə. 2 alfa çıx beta. Baba, bu 180'lər getdi. Bərabərdir 42 dərəcə. Baba, diqqətli olun ha. 2 alfadan beta'nın çıxanda nə oldu? 42 dərəcə bərabər olmuş oldu. Bu üç bucağın daxil bucaqların cəminə görə tapdıq. Bir də bizə nə deyir? Bir C bucağını toplayaq ala görə nə qədər verəcək? C bucağının toplamı bizə nə verir? Verir belə. Alfa plus beta plus 42'ləri toplayıb çıx 42. Alfa plus beta çıx 42 olur da, düzdür? Bu üçünün cəmi alfa çıx 42, beta çıx 42. Üçünün cəmi belə olacaq. İndi biz bir də nə fikirləşə bilərik burada. AB tərəfi üzərində M və N nöqtələri qeyd olunub. Biraz orada diqqətli olmaq lazımdır ki, mən orada deməli özümü harada çəkdirəm. Alfa çıx 42, beta çıx 42'nin yerinə mən AB yazsam daha rahat bəlkə də yazmış olaram. Çox uzatmaram, amma mən
girişmişəm o alfa-sı 42, beta-sı 42. Ona görə şəkillər qoşulmalıdır. Bir də çəkim deyim ki, tam başa düşək sualı. Deməli, bir dənə deyim mən sizə bunu. Buranı 42 veribsə, bura A deyim, bura B deyim. Onda bizim bura olacaq, belə olacaq da. Buramız olacaq 42 plus A. Buramız olacaq, deməli, A N ilə NC bərabər deyildi. Bura olacaq 42 plus B-yə. Ən azı bunu bilirik. Sonra biz nə edə bilərik burada? Bir də bizə nəyi bərabər verib? AB tərəfi üzərində M və N nöqtələri qeyd olunub. Şərti düz oxunluğu çox güman ki. AN AC-yə bərabərdir. Ay, mən sual səhv oxuymuşam. Mən sualı səhv oxuyuram bayaqdan. AN AC-yə bərabərdir. Mən şəkli bayaqdan səhv qoymuşam. AN ilə AC bərabərdir. Bura. Mən C-ni bərabər götürmüşəm. Deməli, bu bucaqdan bu bucaq bərabərmiş. Elə bir buranı 42 verib, buranı A veribsə, bura olacaq 42 plus A. Sonra bir də deyir ki, BM ilə BC bərabərdir. Burada B demişəmsə, burada 42 plus B olacaq da, düzdür? Bəli. İndi bizə nə istəyir? Hamısının da cəmi 3 dənə 42, 126 plus A plus B'miz nəyə bərabərdir? 180-ə bərabər deyilmi? Onda A plus B'miz də 54'ə bərabər olmayacaq A plus B'miz. A plus B plus 42. 54 isə də 42 nə verəcək? 96 dərəcə vermiş olacaq. 54 odur. Ortada 42 vardı. Bizdən bu C bucağını soruşur. 94 nə qədər vaxtımızı uzatdıq biz buna görə. 33-cü sualda. Bunlar medianların kəsim nöqtəsidir. A, F, D nöqtə yazaq, sonra yenə çəkəcəyik. B, F, P, D, A, C. P'ye PF'e bərabərdir. P'ye PF'e bərabərdir. Bu bərabər yanlıdır. %100% bərabər yanlıdır. Deməli belə yazacaq da. Bura x-dirsə, bura 2x-dir. Elə eyni zamanda bura x-dirsə, burada 2x-dir. Çünki bərabər yanlıdır %100%. Hətta verib oranda. Niyə mən ikisini şahid edirəm ki? Hətta verib də köçdə 97 böl 3 verib. Burada köçdə 97 böl 3'dür və 3 deməli burada olacaq nə qədər? Sonra PD'ni də bizə verib 2/3'də 2. Yəni 3'də 3/8 demək. 3/8 isə biz buranı tapmaq üçün bunu 2'yə vurmalı deyilmi? Bəli. Bunu qara ilə bax çöldə işarə edirəm. 3'də 16'dır. BP'miz də 3'də 16'dır. Bütöv biz medianı hesablayaq. 3'də 16 ilə 3'də 8'in cəmi 3'də 24 verir. Yəni bütöv BD'miz 8'dir ya uşaqlar. BD'miz 8'dir. Bizdən ABC sual perimetr istəyir. Tamam, tapacağıq. Və əsas məsələ bizim buranı verib. İndi bütöv medianımızı da tapaq. Heç problem deyil. Medianımızı da tapaq. Əsas tapmağa ehtiyac varmı görüm? Hə, var. Tapaq. Deməli, bütöv medianımız nədən ibarətdir? Bu da özdə bərabər yanlı olsa, bu da hündürlükdür. Kökdə 97 böl 3. X'imiz kökdə 97 böl 3'dürsə, bax bura x desəm, bizim 2x'imiz bax buradır. 2x'imi 2'yə vurmaq deməkdir də. Deməli nə olacaq? 2 kökdə 97 böl 3 olacaq, düzdür? Bunu 2'yə vuracaq, düzdürmü? 2 kökdə 97 böl 3. Deməli, bu olacaq, baba bizim buramız olacaq. 2 kökdə 97 böl 3'ə. Burada 2 kökdə 97 böl 3'ə. Aha. Və bizə deyir, can perimetrini tap deyir. Tamam da görəniz tapacağıq da. Bunu silək. Bunu silək. Deməli, bunun kvadratı nədirsə, çıxaq bunun kvadratını, ancaq çarəmiz odur da. Və biz tapaq AD-ni tapaq. Medianı da AD-ni tapmış olacaq. Görək necə edə bilərik də biz burada. Demək olacaq 9'da 4 vur 97. Bunun kvadratından çıxanda 9'da 64'ü bərabərdir AD-nin kvadratına.
Buradan 388 edir, düzdür? 36 var. 388'den çıxaq 64'ü. AD'nin kvadratı. Bu 324 verir. 6. AD'miz olur 6. Yani bir dəfə mən sizə deyim də vaxt öldürməmək üçün. 6, bu da 6'dır. Bura 10'da 10 olacaq. Yuxarı 8 idi bütün BD'miz. 10, burada 10. Ay maşallah. Biraz qarşı burada ama budur. Deməli 10, 10, 16, 20, 16, 36 olmuş olacaq. Tarih getdi. Bu qədər.